Mart ayının 29-da yazıcı Qurban Əhmədin təşkilatçılığı ilə şəhid Rusif Yusifoğlu Kazımovun doğum günü qeyd olunmuşdu. Vətən müharibəsi qəhrəmanı şəhid Rəşad Abdullayevin atası Arif Abdullayev də yazıcı Qurban Əhmədin dəvətini məmnuniyyətlə qəbul edərək tədbirdə iştirak etmişdi. Tədbir şəhidin ev muzeyində peşəkar rəssam Quliyeva Ramilə xanımın yaratdığı şəhid Rusiflə oğlunun birgə portretini şəhid Rusif Kazımovun atası Yusif Kazımova yazıcı Qurban Əhmədin təqdim etməsi ilə başlandı. Şəhid Rusif Yusifoğlu Kazımov 29 mart 1997-ci ildə Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olmuşdu. İlk təhsilini 2003-cü ildə Eldəniz Yusupov adına bir saylı tam orta məktəbdə almışdı. 2012-ci ildə öz istəyi ilə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuş, 2012-2015-ci illərdə orada təhsil almışdı. Hərbi liseyi bitirdikdən sonra 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdu. 2019-cu ildə Ali Hərbi Məktəbin xüsusi təyinatlarının leytenantı, qoşun kəşfiyyatı, bölmə və hissələrin tətbiqi ixtisasçısı kimi bitirmişdir. 4-dən çox xarici dil biliyinə malik idi. Elə həmin ildən xüsusi təyinatlı qoşunun kəşfiyyat və əks kəşfiyyat müşahidə bölüyünün vizual müşahidə tağımının komandiri, kəşfiyyat tağımının komandiri vəzifəsində xidmət edib. Rusif Kazımov 27 sentyabr 2020-ci ildə Ermənistan hərbi birləşmələri növbəti dəfə atəşkəsi pozduğu gündən döyüşə bir kəşfiyyatçı kimi başlamışdı. Murovdağ yüksəkliyinin alınmasında, işğal altında olan rayon və kəndlərimizin işğaldan azad edilməsində kəşfiyyat tağımının komandiri kimi üzərinə düşən döyüş tapşırıqlarını layiqincə yerinə yetirmişdir. 2020-ci il noyabrın 4-də Şuşa şəhərinin azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı kəşfiyyat tapşırığını yerinə yetirərkən düşmənin açdığı artilleriya atəşi nəticəsində qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə vətən uğrunda Şuşanın azad olunmasına görə, Kəlbəcərin azad olunmasına görə cəsur döyüşçü medalları ilə və 3-cü dərəcəli rəşadət ordeni ilə təltif edilmişdir. Doğulub boya başa çatdığı küçə onun adını daşıyır. Üzünü belə görmədiyi Kazımlı Nuran Rusifoğlu 2021-ci il may ayının 23-də anadan olmuşdu. Yazıcı Qurban Əhməd anadan gəlmə əlil uşaqların taxta oymadan hazırladıqları qəhrəmanlıq rəmzi olan qılınc və bayrağımızı şəhidin oğlu Kazımlı Nuran Rusifoğluna hədiyyə etmişdir. Tədbir iştirakçıları şəhid Rusif Yusifoğlu Kazımovun ev muzeyini ziyarət etdikdən sonra masa arxasında şəhidin atası Yusif Kazımov Rusifin uşaqlıq, məktəb illərindən və döyüşlərdə göstərdiyi şücaətlərdən danışdı. Vətən müharibəsi qəhrəmanı şəhid Rəşad Abdullayevin atası Arif Abdullayev də qəhrəmanlıq mövzusu söhbətinə qoşularaq bütün şəhidlərin ruhuna dualar oxuyaraq Allahdan rəhmət dilədi. Şəhidin anası Kazımova Zərifə xanım rəssam Ramilə xanıma, şəhid atası Arif Abdullayeva və yazıcı Qurban Əhmədə oğlunun ad günü tədbirində iştirak etdikləri üçün öz təşəkkürünü bildirdi. Tədbir iştirakçıları şəhid Rusif Yusifoğlu Kazımovun məzarını ziyarət edərək qərənfillər düzdülər. Odun hənirtisi ələ keçmir. Hay ver mənə cənab leytinant, hay ver mənə leytinant. Xoş müjdəli bir savaşdan, hay ver mənə leytinant. Ay ver mənə cənab leytinant, ay ver mənə leytinant. Yazıcı Qurban Əhməd yazdığı Vətən əskərinə güvən adlı şeirini səsləndirərək tədbiri başa çatdırdı. Durmuşam doğma torpaqda, gözüm üç rəngli bayraqda, azad oldu Qarabağda, Vətən əskərinə güvən. Bax, Tanrı oldu dayağı, canı tək, sevdi torpağı, önündə titrədi yağı, vətən əskərinə güvən. Şan şöhrətin adın vardır, istəməyən yadın vardır, neçə Rusif kimi qəhrəmanın vardır, vətən əskərinə güvən. Bu şeirimi
həmin vaxt Zəfər bayramı münasibətilə yaranmasında Rusifin şəhid olduğu gün səbəb oldu. Maarif Arifoğlu, Qurban Əhməd, Mirtofiq Mirəlioğlu, Samirə İsmailova, Cəllabad.